Dim toplusundan yerin daxili quruluşu, yer qabığını təşkil edən suxurlar və minerallar mövzusunu suallarına baxaq. Birinci sualda deyir, maqmatik suxurlar yaranırlar. Maqmatik suxurlar maqmanın yer qabığında və yaxud da səthdə soyması nəticəsində yaranır. Cavablarda da bunu axtarmalıyıq. A-da deyir, maqmanın yer qabığında və səthdə soyması. Elə doğru cavab budur. Suxurların nisbi yaşını necə müəyyən edirlər? Bu, suxurların yatım ardıcıllığına və yaxud da onların tərkibindəki bitki və heyvan qalıqlarına görə. Dərinlik suxurların yerləşməsinə görə kimyəvi tərkib deyil. Suxurların tərkibində radioaktiv elementlər bu mütləq yaşdır. Suxurların yatım ardıcıllığına və daşlaşmış bitki və heyvan qalıqlarına görə doğru cavab elə budur. Karst proseslərin intensiv inkişaf etdiyi suxurlar, bu suxurlar əhəng daşıdır, gipsdir, mergeldir, dolomit kimi suxurları deyirik. A variantında əhəng daşı doğrudur, qranit aid deyil. B variantında qum daşı, daş kömür heç biri aid deyil. D variantında travertin, kvarsit heç biri aid deyil. C-də bazalt, qum heç biri aid deyil. Y-də əhəng daşı da, gipsdə karst proseslərin inkişaf etdiyi suxurlardır. Maqmatizm nədir? Baxaq variantlara. Maqmanın yer səthinə doğru hərəkət etməsi ilə bağlı proseslərin cəmidir, doğrudur. Qeyri-üzvü çökmə suxurları aiddir. Variantlara görə gedək. Çay daşı doğrudur, lil doğrudur, qranit maqmatikdir. B variantında qum doğrudur, torf üzvüdür. C variantında qum doğrudur, çay daşı doğrudur, gil doğrudur, çınqılda uyğundur. C variantı doğru cavab. Çökmə mənşəli faydalı qazıntıları müəyyənləşdirək. Daş kömür doğrudur, dəmir filizi maqmatikdir. B variantında neft çökmədir, əhəng daşı çökmədir, fosforit çökmədir. B variantını götürürük. 7-yə baxaq. Faydalı qazıntılı yataqların yerləşməsi nədən asılıdır? Bu, ərazinin geoloji quruluşundan birbaşa asılıdır. Ərazinin iqlimindən deyil, suxurların qalınlığından deyil, ərazinin geoloji quruluşundan elə budur. Çökmə, maqmatik və metamorfik mənşəli suxurlar ardıcıl verildiyi sıranı müəyyənləşdirək. A-da bazalt çökmə deyil, ona görə silərik. B-də əhəng daşı çökmədir, bazalt maqmatikdir. Mərmər metamorfikdir, B variantı doğrudur. Müvafiq olaraq qranitli kimyəvi üzvü mənşəli suxurları müəyyənləşdirək. Mərmər metamorfikdə çıxırıq, kalium duzu kimyəvidə çıxırıq, bazalt maqmatikdə çıxırıq, çınqıl qırıntıda doğrudur, gips kimyəvidə doğrudur, amma qum daşı üzvü deyil, ona görə buna çıxırıq. Y-də çınqıl qırıntıdır, xörək duzu kimyəvidir, daş kömür üzvüdür. E variantını götürürəm. Ona baxaq. Karst proseslərin intensiv inkişaf etdiyi suxurlar. Bunları demişdim. Hansı suxurlardır? İndi yeni onları axtaraq. A variantında əhəng daşı doğrudur, almaz qrafit uyğun deyil. B variantında qum daşı, kvarsit uyğun deyil. C variantında bazalt uyğun deyil. D variantında travertin uyğun deyil, mərmər uyğun deyil. Y-də əhəng daşı uyğundur, gips uyğundur, dolomit də uyğundur. Y variantı. 11-ə baxaq. Metamorfik suxurların yaranma səbəbi. Bu suxurların yüksək temperatur və təzyiq şəraiti altında dəyişilməsi, çevrilməsidir. Baxaq variantları. Çökmə suxurların kimyəvi dəyişməsi deyil, maqmanın yer səthinə yaxın soyulması deyil, maqmanın yer səthində soyulması deyil, suxurların aşınaraq tərkibinin dəyişməsi də deyil, yüksək temperatur və təzyiq altında suxurların dəyişməsi doğru cavab budur. Kimyəvi çökmə suxurlar əmələ gəlirlər. Bunlar deməmişdim. Bu suxurlar suda həll olan suxurlardır. Ona görə doğru cavab buna uyğun olmalıdır. Baxaq, A variantında daş kömür və torfun kipləşməsindən doğru deyil, bazaltın parçalanmasından deyil, neftin və qazın daha çox istifadəsindən uyğun deyil, suda həll olan maddələrin çökməsindən doğrudur. 12 deyil. Daha sonra qədim dağlıq ərazilərdən zəngin filiz faydalı qazıntı ehtiyatlı olması nə ilə əlaqədardır? Həmin ərazilərdə maqmatik suxurların, yəni aşınma nəticəsində maqmatik suxurlar səthə yaxın yerləşir. Bu da onunla əlaqədardır. Baxaq. Daha qalın çökmə suxurlarla aid deyil, müasir vulkanizm prosesləri aid deyil, akkumulyasiya prosesi aid deyil, aşınma nəticəsində kristallik maqmatik suxurların səthə çıxması doğru cavab budur. Sxemə əsasən rəqəmlərə uyğun gələn suxur növlərini müəyyənləşdirək.
Burada yatım ardıcıllığına baxırıq. Birin olduğu ərazilərdə daha çox biz maqmatik metamorfik suxurları axtarmalıyıq. İkinin olduğu ərazilərdə çökmə suxurları axtarmalıyıq. Variantlara əsasən gedək. A variantında bir də çökmə bir, bir də çökmə ola bilməz, digərlərinə baxmağa ehtiyac yoxdur. B variantında bir də maqmatik doğrudur, 2-də intruziv veribdir, uyğun deyil, 2-də intruziv olmaz. C variantında bir də çökmə verib, ona görə atırıq. D-də bir də maqmatik metamorfik doğrudur, 2-də çökmə doğrudur, D variantı uyğun cavabdır. 15-ə baxaq. Sxemli suxur laylarının hansı yatım formasıdır? Burada qırışıqdır, qırışıq da antiklinal, sinklinaldır. Yenə sahələr sinklinaldır, qalxan sahələr antiklinaldır. B variantı. Maqmatik mənşəlidir. Maqmatik mənşəli olan ehtiyatları müəyyənləşdirək, suxurları, ehtiyatları. A-da dəmir, mis, nikel hər üçü maqmatikdir. Doğrudur, elə A variantı götürürük. Litosferi əmələ gətirən təbəqələr bu yer qabığı ilə üst mantiyadır. Variantlara baxaq görək. 1 və 3. D variantı 1 və 3. Yerin nüvəsində hansı elementlər üstünlük təşkil edir? Burada biz ağır və radioaktiv maddələr demişdik. Ona görə onları axtarmalıyıq. Silsium aid deyil, maqnezium aid deyil, kalsium aid deyil. Qalır 3, 4 və 6. D variantı. Filiz faydalı qazıntılarının verildiyi sıranı müəyyənləşdirək. Dəmir doğrudur, daş duz aid deyil, əhəng daşı aid deyil, dəmir doğrudur, mis doğrudur, polimetal doğrudur. C variantı. 20-yə baxaq. Yanlış bəndi müəyyənləşdirməyimizi istəyir. Faydalı qazıntılar, yanar faydalı qazıntılar, filiz faydalı qazıntılar. Yanlış olanı müəyyənləşdirək. 4-də boksit, 4-də boksit filiz mənşəlidir. Ona görə 4-də ola bilər. Sonra B-də 3-də torf yanar mənşəlidir. Ola bilər. C-də 1-də daş kömür yanar mənşəlidir. Bu da ola bilər. 2-də əhəng daşı ola bilməz, çünki yanar mənşəli deyil. Ona görə D uyğun olmayan cavabdır. Y-yə də baxaq. 5-də dəmir filiz mənşəlidir. Bu da olmazdı. Doğru cavab D-dir. Uyğun olmayan əhəng daşıdır. 21-ə də baxaq. Sxemə əsasən suxurların yatım ardıcıllığına görə nisbi yaşını azalan sırasını müəyyənləşdirin. Azalan sıra deyirsə, aşağıdan yuxarıya doğru getmək lazımdır. Ən altda yatan suxurlar daha qədim, ona nisbətən yuxarıda olan suxurlar isə daha cavan olur. Ona görə kvarsit, qranit, gil və qum ilə verilən ardıcıllıqla gedirik. Kvarsit, qranit, gil və qum E variantı. 22-yə baxırıq. Uyğun bəndləri müəyyənləşdirməliyik. Gil burada çevrilmədir, yəni metamorfik suxuru müəyyənləşdirməliyik. Metamorfik və yaxud da metamorfikdən əvvəlki çevrilmədən öncəki halı müəyyənləşdirməliyik. Gil, gilli şistə çevrilir. Sonra qneys, qranit qneysə çevrilir. Əhəng daşı da mərmərə çevrilir. Baxaq variantlarda hansında var? D variantında gil, gilli şistə, qranit qneysə, əhəng daşı da mərmərə, D variantı. Suxurlarla bağlı uyğunluğu müəyyənləşdirək. Kimyəvi qırıntı üzvü. Kimyəviyə burada aid olanlar gips və daş duzdur 2 və 3. Baxaq variantları 2 və 3 olanı götürək. Elə bircə variant da var, digərlərinə də baxaq. Qırıntıya aiddir qum və çınqıl, yəni 1 və 4. Üzvüyə də aiddir torf və daş kömür, yəni 5 və 6. B variantı uyğun cavab. Efuzyon mənşəli maqmatik suxurların əmələ gəldiyi şərait. Bu elə bil maqmanın, lavanın yer səthinə çıxdıqdan sonra soyması zamanı yaranır. Baxaq variantlara. Maqmanın yer səthinə çatmamış soyması bu intruzivdir. Zəlzələ baş verən zaman suxurların parçalanması aid deyil, tektonik qalxma aid deyil, sürətli fiziki aşınma aid deyil. Baxaq, E variantında vulkan püskürməsi zamanı lavanın səthə çıxması zamanı soyuyur və yaranır nə? Efuzyon suxurlar. E variantı doğrudur. Suxurların mütləq yaşı necə təyin edilir? Bu, onların tərkibindəki radioaktiv maddələrin parçalanması nəticəsində. Baxaq variantlara. B variantında verir. Suxurların tərkibində radioaktiv elementlərin parçalanma müddəti doğrudur.
Cənubi Afrikanın filiz mənşəli faydalı qazları ilə zəngin olmasının səbəbi nədir? Maqmatik suxurlar üstünlük təşkil etməsi, çox olması. A variantında elə verilir. Maqmatik suların üstünlük təşkil etməsi. Şimali Afrikanın neft və qaz fosforit yataqları ilə zəngin olması, çökmə ehtiyatlar, suxurları çoxdursa, həmin ərazidə neft və qaz fosforit ehtiyatları zəngin olur. Baxaq variantlara. A variantında çökmə suxurların üstünlük təşkil etməsi elə doğru cavab. Xəritədə heç nə görünmür. Yenə də baxaq. Göstərilmiş məntəqələrin hansılarında fiziki aşınma daha zəif müşahidə edilir? Fiziki aşınma daha intensiv harda müşahidə edilir? Səhra və yarım səhralarda. Yəni, sutkalıq amplitudun yüksək olduğu ərazilərdə. Tam əksinə, rütubətli ərazilərdə, mülayim iqlimə malik ərazilərdə, yağıntının çox düşdüyü ərazilərdə isə fiziki aşınma zəif müşahidə edilir. Bu da uyğun gəlir 4 Mərkəzi Afrika, 5 Cənubi Amerikanın ərazisi, bir də 6 İndoneziya adaları. Deməli, nə oldu? 4, 5, 6. B variantı. Göstərilmiş məntəqələrin hansılarında intensiv fiziki aşınma müşahidə olunur? Dediyim kimi, fiziki aşınma səhra və yarım səhralarda, sutkalıq amplitudun yüksək olduğu, fərqin çox olduğu ərazilərdə müşahidə edilir. 4-ün 5-in 6-nın tam əksini götürürük burada. Bu zaman 1 səhra və yarım səhraya uyğun gəlir, 3 səhraya uyğun gəlir, 2 də Avstraliyada yenə səhra ərazilərə uyğun gəlir. Bu ərazilərdə amplitud çox olduğu üçün fiziki aşınmada intensiv gedir. Yəni 1, 2 və 3. 30-a baxaq. Nə deyir? Cədvələ əsasən suxurların mənşəyinə görə düzgün verilmədiyi sıranı müəyyənləşdirək. Qırıntı, çökmə, çay daşı, qum, çınqıl, bu doğrudur, götürmürük. Kimyəvi çökmə, gips, xörək duzu, dolomit, bu da doğrudur, götürmürük. Üzvü çökmə, torf, neft, təbii qaz, bu da doğrudur, götürmürük. Metamorfik, kvarsit, qneys, almaz, bu da doğrudur, götürmürük. İntruziv maqmatik, qranit intruziv də doğrudur, amma pemza və bazalt efuzivdir. Ona görə 5-i götürürük, yəni B variantı. B variantı. 31. Düzgün verilmiş səbəb-nəticə əlaqələrini müəyyənləşdirək. Yerin daxilində radioaktiv elementlər parçalanır, yüksək temperatur şəraiti yaranır, bu doğrudur, götürürük. Yüksək temperatur nəticəsində qum daşı ərir, mərmərə çevrilir. Xeyr, əhəng daşı mərmərə çevrilir, ona görə 2-ni atıram. Astronosfer üzərində maddələrin yerləşməsi baş verir, litosfer havalarının hərəkətinə səbəb olur, bu doğrudur. Qranit qatı formalaşmamışdır. Okean yer qabığı daha nazikdir, doğrudur. Okean yer qabığında qranit qatı olmadığına görə daha nazikdir. Yer qabığı və üst maddiyə birləşir, daha hərəkətli astronosfer qatı yaranır. Xeyr, litosfer yaradır, ona görə 5-i də atıram. Arxeya və proterozoa yerlərində canlı orqanizmlər aşkarlanmamışdır. Fanerozoa ionuna aiddir. Yanlışdır, kriptozoidur. Ona görə 6-nı da atıram. Nə oldu? Uyğun cavabımız 1, 3 və 4. Davam edək. Hı. 32-yə baxaq. Mezozoy erası paleozoydan cavan olsa da davam etmə müddəti daha çoxdur. Bu yanlışdır. İlkin neft yataqları protezoyda yaranmışdır. Xeyr, bu neft yataqları daha canlıların zəngin olduğu eralarda yaranıbdır. İlkin neft yataqları zənginləşməyə başladığı eralarda yaranıb. Ona görə bu fikir yanlışdır. 2 də yanlışdır. Sonra Böyük Xinqan və Kat dağları paleozoy erasında yaranmışdır. Bu doğrudur. Doğrudursa yazaq buradan 3. Şərqi Afrika yaylası fəal seysmikliyi ilə seçilir. Bu doğrudur, çünki orada Qırmızı dənizdən Zambezi çayına qədər Şərqi Afrika sınma zonası keçir və həmin ərazidə fəal seysmikliyi ilə seçilən ərazidir. Ona görə 4 də doğrudur. Cavan platformalar Kayneza yerasında yaranmışdır. Bu yanlışdır. Paleozoy deyirik. Avstraliya platformasının əyilmə zonalarında kristalik bünövrə çox dərində yerləşir. Bu doğrudur. 3, 4, 6. 33-ə baxaq.
Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Sakit okean tavasının subduksiya zonaları zəlzələlərin tez-tez baş verməsi və vulkanlar fəallığı ilə fərqlənir. Doğru fikirdir, qarşısına da doğru verdiyi üçün götürürəm. Platformalar daxili quruluşuna görə 2 qatdan ibarətdir. Doğrudur, amma qarşısında yanlış verdiyi üçün götürmürəm. Böyük su ayrıcı dağlar geoloji yaşına görə Şərqi Avropa platformasından daha cavandır. Bu doğrudur. Nəyə görə? Şərqi Avropa platforması qədim platformadır. Arxaik proterozoyu əhatə eləyir yaranması, amma böyük su ayrıcı dağlar paleozoyda yaranır. Ona görə doğru fikrə yanlış verdiyi üçün yeni götürmürəm. Şərqi Amerika litosfer tavası Avrasiya litosfer tavası ilə divergent zonadadır. Doğrudur. Hətta ən böyük vulkanik ada olan İslandiya adası elə onların divergent zonasında yaranıbdır. Doğruya doğru verdiyi üçün götürürəm. Sonra vulkanik lava sıyıq olduqda o ətraf əraziləri yayılır, yamaçları örtür, çökəklikləri dolur. Doğrudur. Doğruya da doğru veribdir. Götürürəm. Şimali və Cənubi Amerika litosfer tavaları qərb istiqamətdə hərəkət edir. Doğrudur, amma yanlış verdiyi üçün götürmürəm. Doğru cavablarımız 1, 4 və 5 oldu. Sonra aşağı sürüşdürək bunu biraz. Uyğunluğu müəyyənləşdirək. Geotermik pillənin kiçik olduğu və böyük olduğu əraziləri müəyyənləşdirək. Geotermik pillənin daha kiçik olduğu ərazilərə hansı ərazilər uyğun gəlir? Birə uyğun gələnlər qarşısına yazaq. Birə uyğun gəlir Meksika yaylası və İran yaylası, Hindukuş dağları da uyğun gəlir. Deməli, B, C və E. B, C və seismik cəhətdən aktiv zonalar, geosinkronal qurşaqlar. Geotermik pillənin böyük olduğu ərazilər 2-yə uyğun gəlir. Laplat ovalığı və Orta Sibir yaylası A və D. A və D. Uyğunluğu müəyyən edin. Kimyəvi suxurlar, efizif, maqmatik suxurlar, metamorfik suxurlar. Kimyəviyə baxaq görək hansılardır. Bu A aid deyil, çünki qranit maqmatikdir. B-də xörək duzu və gips ilə uyğun cavab B-dir. Baxaq görək digərlərindən uyğun olan varmı? Bazalt aid deyil, almaz aid deyil, kvarsit aid deyil. Elə B variantı. Bircə efizivə baxaq. Efiziv lavanın, maqmanın yer səthində soyması nəticəsində yaranan suxurlardır. Baxaq indi qranit intruzivdir, ona görə götürmürük. Bazalt doğrudur, vulkan şisti doğrudur. Hər ikisi efizivdir. C-ni yazırıq efizivə. Baxaq, almaz qneysi olmaz, kvarsit mərməzi olmaz. Bu sadəcə C oldu. Metamorfik suxurlara baxırıq. Baxaq, nə qaldı burada? D və E qalmışdı, elə onlara baxaq. Almaz doğrudur, metamorfikdir. Qneys də metamorfikdir. E də kvarsit metamorfikdir, mərmər də metamorfikdir. Yəni D və E də uyğun gəlir metamorfika. 1-ə uyğun gəldi B, 2-yə uyğun gəldi C, 3-ə uyğun gəldi D və E variantları.